siz təsəvvür edin ki, 80-a yaxın uşaq, qadın əsir gedir Şama, orada bir dənə kişi Həzrət İmam Səccaddır. Hər an onu öldürə bilərlər. Maraqlıdır, bu özü bir dənə maraqlı mövzudur. Bu necə saqqaldır? Eyni ilə bənzədirəm, necə o tonqalın içində İbrahim saqqaldı. O quyunun içindən yursu necə çıxdı? Necə Musanı, anasını Allah əmr elədi, at onu sandığın içində Nil çayına, Fironun qucağında böyüdü. Necə Musa orada xilas oldu, Yusuf bu cür xilas oldu, İbrahim Peyğəmbər bu cür. Eyni ilə həmən səhnəni sanki biz Kərbəlada görürük ki, İmam Səccad saqqaldı. Və bu saqqalmada əlbəttə Allahın əli var bu mənada ki, bu onu göstərir ki, haqqı heç vaxt dəfn edə bilməyəcəksiniz. Haqq həqiqət yaşayacaq. Haqq həqiqət yaşayacaq.